Salam dostlar, dərslərimiz davam edir. Keçən dərsimizdə biz OEP haqqında məlumatlar verdik və sonuncu olaraq encapsulation nədir və onun haqqında dərsliyimizi keçdik. Artıq OEP-nin əsas xüsusiyyətlərindən biri olan inheritance dərsini keçəcəyik ki, bu da daha çox istifadə olunan bir funksiyadır ki, biz mütəmadi olaraq müxtəlif yerlərdə bunu istifadə edirik. Həmçinin indiyə kimi biz bundan neçə dəfələrlə istifadə etmişik, lakin fərqinə varmamışıq. Məsələn, burada bizim class main activity klassımız var ki, app compat activity klassından miras alır. Və bundan miras alaraq onun içərisindəki baxın metodlardan istifadə edə bilirik. Bunu da məsələn biz life cycle dərsində də orada qeyd etmişdim ki, tək bizdə onCreate metodu yox, life cycle-da müxtəlif metodlar var ki, bu da activity-nin həyat döngüsünü bildirir. Bugünkü dərsimiz əsasən inheritance-in ən sadə variantı necə olur və necə istifadə olunur. Yəni sadədən başlayaraq üzü çətinə doğru gedəcək ki, artıq inheritance-i tam olaraq başa düşək. Inheritance dostlar, əsas bir klass başqa bir klassın içərisindəki xüsusiyyətləri, yəni propertiləri və davranışlarını, funksiyalarını miras ala bilir. Məsələn, bir ailəni nəzərdə tutaq ki, ailədə olan bütün varlıq bundan sonra öz övladına keçir. Həmçinin də burada eyni prinsipdir ki, yəni bir ailədən özünün, məsələn, ona evdir, maşındır, digər bütün avadanlıqlar öz övladına keçdiyi kimi inheritance bir klass yaradanda onun içərisindəki dəyişənlər, funksiyalar artıq digər klassa keçə bilir. Inheritance-in məqsədi kodu təkrar yazmağın əvəzinə mövcud klasslardan istifadə edilmək. Yəni, məsələn, biz təkrar qalın ki, bizə bir application tapşırılır və içərisində yüzlərlə fərqli deyək ki, dəyərlər var ki, onlar da ki, eyni dəyişənlərdən istifadə olunur. Biz artıq yüzlərlə klass yaradıb həmin kodları ardıcıl olaraq yazmaqdansa, artıq bir klass yazaraq həmin klassı çağırıb içərisindəki dəyərlərdən, funksiyalardan istifadə edirik. Mövcud funksiyonallığı genişləndirmək. Yəni, məsələn, tutalım ki, mən orada keçən dərsimizdə də bildirmişdim ki, yəni, məsələn, tutalım ki, bizim əsasən o funksiyalarımız var ki, bunu override edərək artıq bir klassın içərisindəki, məsələn, funksiyanı biz istədiyimiz formaya salaraq istifadə edə bilirik. Kodun strukturunun daha modul və səliqəli olması. Yəni, bunu yazanda, inheritance-dən istifadə edəndə təkrarlamanın qarşısını alırıq və kodumuz daha oxunaqlı olur və daha səliqəli şəkildə də istifadə edilir. Daha çox yenidən istifadə və saxlanması asan arxitektura yaratmaq. Yəni, daha çox yenidən istifadə eləmək deyəndə, yəni nəyi nəzərdə tuturam? Yəni, biz bu miras almadan mütəmadi olaraq müxtəlif yerlərdə daimi olaraq istifadə edəcəyik və bu da bizə özünü, yəni işimizin sadə olmasında köməklik göstərəcək. Inheritance-in qaydaları və qanunları da çox sadədir. Yəni, məsələn, biz encapsulation haqqında dərs keçəndə orada gördüyünüz kimi, yəni qəliz bir şey olmadığı kimi, eyni halda da inheritance-də də istifadə qaydası çox sadədir. Sadəcə istifadə edərkən gəlin bunu misal olaraq sizə göstərim, daha rahat başa düşək. Məsələn, mən burada bir klass yaradıram. Human adında bir klass yaradıram. Və içərisində də, məsələn, qeyd edirəm ki, olsun dəyişənlərim, məsələn, var, name, string tipində, belə bir şey. Boş bir string tanıdıq. Və içində ikinci olaraq var, age tanıdıram, int tipində. Bu da olsun 0. Və ilkin olaraq da bir dənə funksiya tanıdıq ki, daha maraqlı olsun. Məsələn, olsun ki, məlumat. Məlumat funksiyası olsun və artıq bu funksiyanın da içərisində print line verək. Belə bir şey olsun. Salam. Mənim adım dollar işarəsindən name qeyd edək və yaşım dollar işarəsi ilə age qeyd edək. Baxın dostlar, bir insan, yəni belə deyək ki, biz insanlar haqqında və yaxud da məktəblər haqqında nəsə bir şey deyəndə, yəni insanın adı, soyadı, age bunlar standartdır. Yəni hər dəfəsində hər klass yaradanda bunları ayrı-ayrılığında yaratmaq bizim application'ın həcmini genişləndirmək, artıq onun işləmə qabiliyyətini azaltmaq demək. Ona görə də biz belə bir klass yaradarıq, məsələn sadə olaraq, indi bu çox sadədir. Belə bir klass yaradırıq və bunun içərisindəki bu dəyərlərdən mütəmadi olaraq istifadə edirik. Bunu da istifadə etmək üçün dostlar, məsələn mən ikinci belə bir klass yaradıram və içərisində qeyd edirəm ki, student olsun və burada da Human klassından tutalım ki, Human klassından miras alaq.
Və burada belə bir şeylər qeyd eləyək. Var. Su, name və print tipində olsun. Bura bizə boş bir. Burada da belə bir şey olsun. Var. Study. Burada bəzi şeylər var. Mən onu özümdən yazıram. Daha sizdən rahat başa düşməyiniz üçün edirəm ki, yəni istər-istəməz var yazmışıq. Yəni bu misal çəkməkdə mən belə bəzən çətinlik çəkirəm. Yəni ona görə də belə hallarda üzrlü sayılır. Inline edək. Burada da qeyd edeyim ki, gəlin bunu burada birinci errorumuzu həll edək. Ondan sonra dərsimizə davam edək. Baxın, bizdə mən belə yaradanda mənə göstərir ki, human klası aynı klassdır. Yəni biz default bir klass yaradanda, yəni ilk klass yaradanda bütün klassda final olur. Yəni final olur. Artıq biz bu klassdan miras almağımız üçün open əmrindən istifadə etməliyik. Open açar kəlməsindən biz istifadə edəndə artıq bu klass, yəni miras almaq üçün mümkün olduğunu göstərir. Gördüyünüz kimi artıq buradakı bizim errorumuz yoxa çıxdı. Və içərisində də mən burada belə bir şey edirəm. Artıq bunu çağırdığıma görə və bu klassdan miras aldığıma görə, baxın dostlar, mən burada artıq dollar işarəsi yazıram name və dollar işarəsi full name, name'in hepsi yazmışıq. Full name. Və burada da belə yazaq ki, məktəbində oxuyur. Bakın dostlar, mən burada artıq name'in burada dəyişənini yaratmadım. Və burada dəyişənini yaratmadım. Bu həmin bu klassdan artıq çağıraraq istifadə elədim. Baxın, bundan miras aldım. Getdim, bu klassdan onun içərisindəki, yəni dəyişənlə dəyərlərdən istifadə edə bildim. Artıq mən bu klassın, tutalım ki, mən çağırıb ana ekranda artıq obyektini yaradaraq istifadə edeyim. Məsələn, burada yazaq ki, var student olsun və belə bir şey yazaq. Birinci obyektini, həmin klassın obyektini yaradaq və içərisində də bizim olsun student name olsun belə bir şey. Anar student age olsun, tutalım ki 18. Sonra böyle bir şey olsun. Student full name olsun. Tamam ki Zəngir Lisey. Və yekun olaraq da belə bir şey edək. Bunları salaq. Student dərsindəki funksiyaları adeli. Məlumat. Student bizdə funksiyamız da bizdə study. Baxın dostlar, artıq mən bunu run eləyəndə burada nə baş verir? İndi buradakı əməliyyatları bircə sizə aydın şəkildə başa salacağım. Bu proqramımız run olsun. Proqram ilk run olanda bu cür belə gecikmələr olur. Ona görə də üzr hesab edeyim. Və burada artıq baxın, məndə burada məlumatlarım gəldi. Burada ağ rəng nədir? Ağ rəng buradakı klasa görədir. Gəlin bunu müvəqqəti olaraq silək. Heç yox. Bu görə. Bakın dostlar, ben burada ne ettim? Bir tane student adında değişen adını obyekt yarattım. Student klasından. Burada dikkat yetin. Student klasından yarattım. Yani ben burada artık human klasından yaratmadım. Student klasından yarattım obyekt. Lakin student klasından yaratsam da student klasının içerisinde. Bakın, student klası human klasından miras aldığına göre
onun içərisindəki bu propertilərdən istifadə edə bilir. Artıq mən həmin propertilərə çataraq onlara bir dəyər verdim və həmin dəyərlərdə həmçinin də student klassının içərisindəki dəyişənə dəyər verdim. Mən burada tutalım ki, belə bir şey yazsam, var, məsələn, test edək. Burada olsun human klası və burada belə bir şey olacaq ki, test nöqtə. Baxın dostlar, mənə burada full name'i göstərmir. Mən bax burada test edib qeyd edəndə full name'i burada göstərmir. Lakin student klassının içərisində mən yuxarıdakı məlumatlara çata bilirəm. Yəni artıq human klassının içərisindəki bu dəyərlərdən istifadə edə bilirəm. Miras almağın da əsas prinsipi budur. Yəni məsələn mən digər bir klassın içərisindəki dəyişənlərdən istifadə etmək istəyirəmsə, artıq bax inheritance-dən istifadə etməliyəm. Yəni bu bizim mütəmadi olaraq daimi istifadə etdiyimiz bir kod blokudur ki, bütün demək olar applicationlarda, yəni biz bundan daimi olaraq istifadə edəcəyik. Siz də gələcəkdə işə düzələndə, hər hansı bir kollektivlə işləyəndə bax bunu mütəmadi olaraq istifadə edəcəksiniz. Sabahlarım intervyularda da sizə bu suallar verəcək. Inheritance-in əsas prinsipi nədir? Sadə olaraq, yəni çox birincisi intervyularda sualın həcmini, cavabın həcmini böyütmək lazımdır. Yəni miras almaq. Yəni miras almaq necə olur, necə istifadə olunur? Yəni deyirsən ki, içərisindəki propertilərdən və ya da funksiyalardan istifadə edərək digər klassın obyekti içərisində həmin belə deyək, dəyərlərdən istifadə edə bilərəm. Yəni bunların içərisindəki propertilər, funksiyaları rahat şəkildə istifadə edə bilərəm. Yəni miras almaq, inheritance-in əsas məqsədi miras almaqdır. Və yekun olaraq da mən burada qeyd etmişəm ki, yəni student klassının içərisindəki funksiyanı və həmçinin də bizim human klassın içərisindəki funksiyanı. Baxın, bu human klassın içərisindəki funksiyadır. Bu da study'də həmçinin student klassının içərisindəki funksiyadır. Və hər ikisini də çapa vermişəm. Burada göründüyü kimi, salam, mənim adım Anar və yaşım 18-dir. Və digər funksiya işə düşüb, Anar Zəngin liseyi məktəbində oxuyur. İndi burada qrammatik səhvlər ola bilər, bunu üzürlü sayın. Əsas məqsəd kodun hərəkətini başa salmaq. Yəni inheritance-in əsas məqsədi budur. Lakin tək bununla tamamlanmır. Inheritance-in bir həcmi böyükdür. Mən o dərslərin video həcmini daha böyük etməmək üçün, yəni bu inheritance dərsini də müxtəlif belə deyək hissələrə bölmüşəm ki, siz rahat şəkildə həm özünüzdə bax bunları test edin, həm özünüz də müxtəlif car klassı yaradın, human klassı yaradın və yaxud da people klassı yaradın. Bax belə bir şeyləri özünüz test edin və buradakı məlumatlara baxın. Nəyi necə etsəniz, yəni artıq bunu tam olaraq məntiqini anlayarsınız. Bunları siz daimi əlinizlə özünüz istifadə etsəniz və daha rahat başa düşərsiniz ki, burada mən bunu çapa verdim, burada bunu belə etdim. İndi məsələn mən digər klasslarda naldan istifadə edirdim. Burada içərilərinə bax bu cür şəkildə boş string verdim. Boş string verəndə dostlar, baxın string özü bir klassdır. Yəni mən bunun içərisində bunu boş string verərək artıq burada bir dəyər vermiş oldum. Yəni bir kutu yaratmış oldum. Lakin null verəndə heç bir şey olmur. Həmçinin bax burada mən 0 verdim. 0 verəndə artıq buna bir dəyər vermiş oluram. Sadəcə, yəni kutumu yaradıram. İçərisindəki mən artıq biz 0'ı bir dəyər olaraq tanımırıq. Lakin proqram özü olaraq bunu artıq həmin qutunun yəni içini dolu göstərir. Lakin mən bura null etsəm, yəni bunun içərisində yəni bir boşluqdur. Yəni bu halda məsələn biz Qalın ki, mən keçən dərsimizdə misal göstərmişdim ki, null olan dəyərləri biz üzərində hər hansı bir əməliyyatlar aparsaq, application'ımız çökə bilər. Lakin bu cür hallarda isə bizim application'ımızda heç bir problem olmur. Yəni o bizə artıq bir boş tablitsa kimi göstərir ki, yəni biz dəyər vermişik, lakin içərisində heç bir şey yazmamışıq. Yəni bizim kutumuz hazırdır. Və bu şeylərə diqqət yetirin. Mən müxtəlif prinsiplərdən istifadə edirəm ki, məsələn sizlər sabahlarım hər hansı bir işə gedəndə və yaxud da nəsə oxuyanda və yaxud da nəsə baxanda orada saç-baş qalmayasınız. Müəllim bunu bizə standart belə öyrətmişdi. Mən standarta uyğun getmirəm. Hər cür qaydalardan istifadə edirəm ki, sizlər daha rahat başa düşəsiniz və məntiqi də tam olaraq anlayasınız. Bugünkü dərsimiz bu qədər. Gələn dərsimizdə yenə inheritance-in o super klası, override necə olur? Yəni biz məsələn main activity içərisində həmin bu onCreate metodunu override eləyərək həmin metoddan istifadə elədik və içərisində müəyyən dəyişikliklər edə bilərik.
Yəni bu override edərək biz bunu ondan istifadə edirik. Yəni içərisində istənilən qədər dəyişiklik edə bilər. Lakin onCreate metodunun içərisində, yəni onCreate metodundan istifadə edərək onun içərisində istənilən dəyişikliyi biz edə bilərik. Bugünkü dərsimiz bu qədər. Dərsi bəyəndinizsə like etməyi unutmayın. Kanalımıza abunə olun. Baxış sayı biraz artsa da, amma abunə sayı çox azdır. İstərdim ki, yəni mənə motivasiya olmağınızı, yəni kanala abunə olasınız, öz dostlarınızla paylaşasınız. Daha çox, yəni insanlar bundan bəhrələnsin. Gələcəkdə də yaxşı yerlərdə, yaxşı işlərdə işləyə bilsinlər. Sağ olun, gələn dərs görüşənədək.